Elə bugün Rustavi Şurasının iclaslarında torpaqdan istifadənin baş planı ətrafında müzakirə aparılıb. Sahə ərazi planlaşdırılması və infrastruktur komissiyası gələcək müzakirə üçün layihəni büronun iclasına hazırladı. İclasda Rustavi merinin müavini Laşa Lobjanidze iştirak edib. Lobjanidze Şura üzvlərinə planda icra olunacaq dəyişikliklər haqqında şəxsən məlumat verib. Əgər Şura üzvlərinin əksəriyyəti tərəfini saxlayarsa, yeni plan qüvvəyə minəcək. 2015-2016-cı tədris illəri üçün bağçalarda 5-6 yaşlı uşaqlar onlayn qeydiyatsız qəbul olunacaqlar. Uşaq bağçalarının birliyinin rəhbəri Georgi Maqlap-Eridzenin sözlərinə görə valideynlər məktəbə qədər tərbiyə müəssisələrinə bu ilin may ayına qədər sənəd təqdim etməlidirlər. Bağlarda ərizə əsasında yalnız 2009-cu ilin 16 sentyabrından 2010-cu ilin 12 sentyabr tarixinə qədər dünyaya gəlmiş uşaqlar qəbul olunacaqlar. Digər kateqoriyalar üçün isə onlayn qeydiyyat elan olunacaq. Rustavi meriyası yeni texnika alıb. Nissan markalı antena səbəti şəhərdə müxtəlif xidmətlər, əsasən IP təminat xidmətini icra edəcək. Şəhər meriyasına texnikanı almaq $48.000 başa gələcək. Meriya IP təminatı lazım gəldiyi halda bu günə qədər müvafiq texnikanı kiralamalı olurdu. Rustavi Mədəniyyət Evinin reabilitasiyası prosesi başlayır. Rustavi meri David Cikiyə bu gün şəxsən hadisə yerində olaraq mövcud vəziyyətlə tanış olub. Mədəniyyət evində sulu nöqtələr amortizasiya olunub və kulislərlə bir yerdə səhnə və iş otaqları təmin olunasıdır. Mədəniyyət evinin işçiləri ilə görüş zamanı David Cikiyənin verdiyi məlumata əsasən şəhər büdcəsindən sulu nöqtələrin qaydaya salınması, həmçinin təmir işlərinin aparılması və çöl fasadının abadlaşdırılması mümkün olacaq. Rustavi sakini Avto Sakanelidze öz yaşayış evini itirməsi ilə bağlı dostunun əmisi Amiran Macarishvilini təqsirləndirir. Zərər çəkmiş bugün su kanalı ərazisində mövcud olan sahəyə gedərək özünə qəsd edəcəyi ilə haqqında məlumat verib. Hadisə yerinə polis işçiləri mobilizasiya olunublar. Amiran Macarishvili ona qarşı irəli sürülən ittihamı qəbul etmir. Bildirir ki, Sakanelidzeni tanıyır və onun torpağının satılması ilə heç bir əlaqəsi yoxdur. Amiran Macarishvili bu problemi siyasi baxımdan müzakirə edir. Bolnisidə əkilmiş kartof Azərbaycan və Rusiya bazarına çıxarıla bilər. Bolnisi Bələdiyyəsinin Naxiduri kəndində yerli əhali ilə görüşdə Kənd Təsərrüfatı Nazirinin müavini kartof ixracının mümkünlüyü haqqında danışıb. Fermerlər nazirdən suvarma sisteminin səhmana salınmasını xahiş ediblər. Bolnisidə keçirilən görüşdə Kənd Təsərrüfatı Kooperativləri Birliyinin sədri də iştirak edib. Bugün Kırmızı regionunda 130 Kənd Təsərrüfatı Korporasiyası qeydə alınıb. Rustavi Ədliyyə evində artıq 7910 nəfər pulsuz şəxsiyyət vəsiqəsi əldə edib. Pulsuz şəxsiyyət vəsiqəsi aksiyasından istifadə edən vətəndaşlar ID kart dəyərindən başqa bank ödənişi və foto şəklinin çəkilməsi üçün lazım gələn ödənişdən də azad olublar. Aksiya 20 aprel tarixində başlayıb, 20 iyunda sona çatacaq. İtirilmiş və ya zədələnmiş şəxsiyyət vəsiqəsi əvəzinə yeni şəxsiyyət vəsiqəsi isə pulsuz verilmir. Aksiyanın məqsədi məlumat bazasının təkmilləşdirilməsi və seçici siyahısının tamamlanmasından ibarətdir. Məktəb İdman Olimpiyadası 2015 çərçivəsində bugün Rustavidə basketbol üzrə seçim oyunları keçirilib. İdmanın bu növündə Rustavinin 18 ictimai və özəl məktəbinin komandaları üz-üzə gəliblər. Komandalar arasında yarış eyni zamanda 3 məktəbin idman zalında keçirilirdi. Məktəb İdman Olimpiyadasının final görüşü 13 may tarixində keçiriləcək. Rustavidə bərk məişət tullantıları ilə bağlı görüş keçirilib. Kömo Kartili region bələdiyyələrinin nümayəndələrinin də iştirak etdiyi görüşün mövzusu bu sahədə mövcud olan layihələrdən ibarət olub. Bölgə idarəsində keçirilən görüş Gürcüstan Yaşıllar Hərəkatı, Ana Torpağın Dostlarının təşəbbüsü ilə və Kömo Kartildə Dövlət Səlahiyyətlisi İdarəsinin dəstəyi ilə keçirilib. Kömo Kartli qubernatoru veteranları faşizm üzərində qələbə günü münasibəti ilə təbrik edib. İkinci Dünya müharibəsində qələbənin 70-ci il dönümünü qeyd etmək üçün Patah İzanişvili Dmanisi bələdiyyəsində olmuş və 9 may tarixi münasibəti ilə veteranları şəxsən təbrik edib. Sonra rayon mədəniyyət evində 9 maya həsr olunmuş bayram axşamı qeyd olunub ki, burada veteranlarla bir yerdə bölgə və yerli hökumət nümayəndələri iştirak ediblər. Hökumətin qərarı ilə bu il veteranlara 1000 lari məbləğində pul verilib.
Məcburi və erkən evliliyə yox. Bu adda görüş Qərdəbani Bələdiyyəsinin 3 nömrəli məktəbində keçirilib. Qeyri-hökumət təşkilatı Gender Bərabərliyi üçün Jurnalistlər Birliyinin üzvləri Azərbaycanlı gənclərlə görüşüblər. Onlara erkən evliliklə bağlı mövcud problemlərdən bəhs ediblər və məcburi evliliklə bağlı mövcud olan cəzaların gücləndirilməsi haqqında ətraflı məlumat veriblər. Məcburi və erkən evliliyə yoxdur layihəsi İsveçrə səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Məktəb İdman Olimpiyadası keçirilir. Proqram çərçivəsində bugün masa tenisi üzrə oyunlar keçirilib. Xatırladırıq ki, olimpiyada cəmi 5 idman növündə keçiriləcək. Yarışın gedişatında məktəb özünü idarə etmə nümayəndələri və resurs mərkəzinin rəhbər şəxsləri iştirak edirlər.